Belə bir misalımız var. X üstəgəl 1 bölü x bərabərdir 2 olarsa, x üstü 256 üstəgəl 1 bölü x üstü 256 ifadəsinin qiymətini tapın. Çoxmu çətin gəlir? Baxaq. Əvvəlcə nə edək? X üstəgəl 1 bölü x-i kvadrata yüksəldik. Baxın. Olacaq x kvadrat üstəgəl 2 vur x vur 1 bölü x üstəgəl 1 bölü x-in kvadratı bərabərdir 4-ə. Bunlar ixtisar gedər. X kvadrat üstəgəl 1 bölü x kvadratı bizə nə verdi? 4-dən x-in çıxdığımız üçün 2. Bunu bir daha kvadrata yüksəlsək, x üstü 4 üstəgəl 2x kvadratı vur 1 bölü x kvadrat üstəgəl 1 bölü x üstü 4 bərabərdir 4. X üstü 4 üstəgəl 1 bölü x üstü 4 bərabərdir 2 alacaq. Sonsuz sayda kvadrata yüksəlsək belə, yəni x üstü sonunda gəlib 256 və ya 2-nin daha böyük qüvvətlərinə belə yüksəlsək, deməli biz nə alırıq? Həmişə 2 cavabını.